O zinət və bəzəklər ki demişəm bu gün kamillədirəm. Biz gərək bilək ki, hər ahəngin ya hər dəstgahı harda gərək bəzəyi ola. Birdən mahurda gəlibsən mi bemola heç vaxt bəzək vuranmasan. Ya Bayat Şiraz istəyirsən çalasan mi'nin özünə bəzək vursan, bu xaricdir. Baxın. Burada düşür mi bemola. O dediklərimin də sarısında da deyirəm təkrar eləyin. Məsələn, ya bu halətdə pəs hər zadın özünə görə qam ya o pərdə ki vardı, biz eləyə bilirik öz pərdəsinə bəzək vuraq. Bunu hətmən xatirimizdə olsun. Birdən mahurda eləyə bilmərik mi bemola vuraq. Mahurda gərək bu cür məsələn. Ya secahda, sol secah ya yetim secahına bir ləhzə diqqət eləyin. Burada la bemola dəyir. Burada mi bemola dəyir. Gəl pərdəyə diqqət eləyəsən. Orada bir ləhzə mi'nin özünə vursan, da secahdan xaric olur.